Novruz Azərbaycan xalqının nəzərində milli bayramdır, yoxsa dini bayramdır? Sərt mövqe ortaya qoyanlar var. Daha mülayim bayram ənənəsini dini bir kimlik kimi qəbul etməyən bir yanaşma var. Tamamilə diniləşdirən bir yanaşma da var. Bəzi dindar dairələrdə Novruz bayramına yad münasibət mövcuddur. Bugün Azərbaycanda heç bir kəs Bəli. Novruz ənənəsini qeyd edilərkən nə atəşpərəstlik yadına düşür, nə zərdüştlük yadına düşür, nə məcusilik yadına düşür. İslam əylənməyə, şadlanmağa qarşıdırmı? Siz hansı pəncərədən baxdığınızdan çox şey asılıdır.